بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لقد أرسلنا نوحا إلى قومه فقال يا قوم اعبدوا الله. فقال يا قوم اعبدوا الله ما لكم من إله غيره إني أخاف عليكم عذاب يوم عظيم. الله الله الله، أحسنت. لقد أرسلنا نوحا إلى قومه فقال يا قوم اعبدوا الله. الله الله الله. فقال يا قوم اعبدوا الله ما لكم من إله غيره إني أخاف عليكم عذاب يوم عظيم. قال الملأ من قومه إنا لنراك في ضلال مبين. الله 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 الله، أحسنت. قال يا قوم ليس بي ضلالة ولكني رسول من رب العالمين. صدق الله العلي العظيم. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bağışlayan ve mehriban uca Allah'ın adıyla. Allah'ın salavat selamı olsun Peyğəmbərimiz və onun pak ailəsinə. Salamlayıram əziz Qur'an və şübhələr verilişiniz izləyiciləri sizləri. Uca Allah'tan hər birinizə can sağlığı arzu edirəm. Yenidən sizin xidmətinizdəyik. Əziz ruhanımız Hacı Elnur Xudaverdiyevlə ilə birgə. İstərdim Hacı da salamlaşsın və verilişimizə davam edir. Bismillahirrahmanirrahim və bihi nəstəin. Mən də öz tərəfimdən əziz və dəyərli izləyicilərimizi salamlayıram inşallah. Allah hər birlərimizi bu müqəddəs yolda müvəffəq eləsin inşallah. İlhamı Rəbbil Aləmin. Hacı biz keçən verilişimizdə mövzu olaraq təqdim etmişdik ki, şübhə olaraq. Bəli. Ki, ən böyük şübhələrdən biri də budur ki, bu günləri çoxlu iradlar olunur bu məsələyə ki, Tövratda qeyd olunan məsələ budur və bizim də bəzi hədislərimizdə də görsənib ki, Həzrət Nuh əleyhissalamın tufanı deyilənlərə görə bütün dünyanı tutub. Hətta ən yüksək dağın zirvəsindən də 15 dirsək, yəni təqribən 7 metrə yaxın. Və ondan da yüksəyə qalxıb. Doğrudan Həzrəti Nuhun tufanı o qədər, yəni bütün dünyanı ki, yer kürrəsin fəth eləmişdi, oranı su basmışdı və bütün canlılar boğulmuşdu, məhv olmuşdu. Heç bir hətta göyərti də belə qalmamışdı. Yəni bu Tövratın dediyindən, hədislərdən və bəzi nəticələr də çıxardırlar ki, onlardan əldə olunur. Bu nəticəyə gəlinir ki, bəli belə olub. Amma bəzi
etirazçı yazarlar və alimlər olublar ki, bu məsələyə gülüblər, ələ salıblar ki, bunlar cəfəngiyatdır, bunlar əfsanədirlər hamısı. İstərdim bu haqqda fikrinizi sizin biləm inşallah. Bismillahirrahmanirrahim və bihi nəstəin. Hər şeydən əvvəl lazımdır bunu əziz, dəyərli izləyicilərin nəzərinə çatdıraq ki, ümumiyyətlə bu tufan olub, Qur'an-ı Kərimin baxışında və yaxud digər kitablarda bu tufanın barəsində baxışlar nədir? Təbiidir, biz Qur'andan başqa kitablara, dinlərə, məzhəblərə, tarixə nəzər salsaq, görürük ki, bu tufan və buna oxşar bir çox tufanlar baş verib. Yəni, onu tarixlərdə yazırlar. Məsələn, təqribən Hind yarımadasında 7-yə yaxın belə bir tufana oxşar bir tufanlar baş verib. Çində olub. Yaponiyada olub, Çində olub, Braziliyada olub, Meksikada olub, İranda olub, bir çox yerlərdə. Bunu Yunan kitablarında və digər dünyəvi tarix kitablarında qeyd olunub bu barədə. Yəni, bu tufana bənzər tufanlar tarix boyunda, keçmişdə dəfələrlə baş verib. Bu məlum. Və bu Nuhun tufanın da olmaqlığı elə bir dərin məsələ deyil ki, biz bunu... Yəni, olmamaq ehtimalı yoxdur. Bəli. Bu bir məsələ. Hətta Zərduş kitabında da ki, Avesta kitabında da ki, buna yer ayırıblar Nuhun tufanının barəsində. Amma söz burasındadır ki, bizim bəhsimizin necə ki, işarə elədiniz, bu tufan ki olub, məsələn, Tovratda yazılan, İncildə yazılan budur ki, bu dünyəvi olub. Yəni, bütün yer kürəsini su tamamilə örtüb. Bəli. Və hətta bəzən elə bir rəqəmlər, elə bir hədd yazırlar ki, biraz ağıl çətinlik çəkir onu qəbul eləməkdə, məntiq çətinlik çəkir onu qəbul eləməkdə. Yəni, dünyanın ən hündür dağlarının bəziləri misal gətirirlər ki, ondan 7 metr hündürlüyündə bu, həmin dağın da hündürlüyü təqribən 5 kilometr olmalıdır. Məsələn, 5 kilometrdən də çox. Bəli, onu oturub fikirləşəndə 5 kilometrlik bir dağı nəzərə alır. Onun da üzərindən 7 metr hündürlükdə dünyanı əgər su basarsa, birinci bunun mənası nədir? Bu barədə nəinki İslam alimləri, bir çox dünyəvi alimlər də burada öz fikirlərini deyib. Fransalı alim Voltaire 1693-cü il, 1778-ci illərdə yaşamış etirazçı alimlərdən. Bəli. Və bu deyir ki, belə bir hətta suyun gəlib çatması, əgər biz bu təbii qaydalarla bunu hesablayası olsaq, deyilən miqdarda suyun olması üçün 12 Atlantik okeanı qədər gərək su ola ki, gəlib və yer üzərinin bütövlükdə su tuta. Hələ tuta. Bəli, su tuta. Bir su təbəqəsi yarada. Su təbəqəsi yarada, bəli. Və ondan sonra o deyilən miqdar suya gəlib çatması üçün ki, ən yüksək dağın zirvəsində belə suyun tutması üçün 24 bərabər o deyilən sudan, yəni 24 dəfə ondan çox su olmalıdır ki, o su gedib o həddə çatsın. Bu belə suyun olması hardan mümkündür? Hətta gülüb də bu məsələyə ki, yəni necə mümkün olar? Siz deyirsiniz ki, bu möcüzədir. Siz deyirsiniz ki, vəhidir bu deyilən sözlər. Sizin vəhyüz gülməli sözdür. Yəni, Voltaire bunu lağa qoymaq kimi, ələ salmaq kimi deyib ki, siz buna bir cavab tapın, ələ qoyun ortalığa görün. Hətta təsəvvür edin, bu su yarandı. Yaxşı, bu tufandan sonra bu su 40 gündən sonra hara getdi? Deyiblər, su hara axdı? Hansı yer etdi? Məsələn, digər alimlərdən Seyyid Əhməd Həsən elmlə, məntiqlə buna cavab verir. Deyir, ikinci təsəvvür edin, Tovratda bəzən, məsələn, Quranda 2 dənə hər cütlükdən, heyvanlardan deyir ki, Nuh'a əmr olunur ki, götür gəmiyə ki, nəsillərin davam eləməkdir. Tovratda, İncildə bəzən 7 cüt yazırlar, 7 ədəd yazırlar hər heyvanla. Təsəvvür edin, dünyada saysız heyvan növləri var, mövcuddur, beləmi? Quşların həmsinin, sürünənlər, yerlənlər və s. Bunların hər birindən əgər 7 ədəd, 7 cüt və yaxud da ən azı minimum bir cüt əgər o gəmiyə birinci sığışdırmaq lazımdır. İkincisi də ki, onların yeməyi var. Onların içməyi var və onlara qulluq var. Gəmidə bunu daşımaq. Bir dənə gəmidə daşımaq var. Bir dənə
gəminin içərisində mümkündürmü? Yəni bu məntiq burada biraz çətinlik çəkir axı. Bu ikinci məsələ. Üçüncü məsələ də bütün dünya alimləri, bu işə baxan alimlər, məsələn, onlar deyirlər ki, əgər belə bir tufan baş vermişsə dünya səviyyəsində, dünyanı başdan başa su götürmüşsə, təbiidir ki, bu günə onun qalıqlarını biz görməliyik. Əsərləri görünməlidir. Amma biz onun əsərlərin, o tufanın, Nuhun dediyi kimi, kitablarda yazıldığı kimi əsərin bugünkü gündə tapa bilmirik. Dünyanın heç yerində tapa bilmirik. Bəs bu onu göstərir ki, Nuhun tufanı lokal olaraq müəyyən bir məkanda baş verir, məntəqədə baş verir. Bir alim qeyd edir ki, hacı, əgər dünyada dağılmış qazlar bir yerə toplaşsa ki, və onlardan su, yağış əmələ gəlsə, 40 gün ki, Tövratın sözünə görə gecə gündüz yağış yağsa, yer kürrəsində əgər biz təsəvvür bir su qatı yaratsa, neçə santimetrdən artıq su ola bilməz. Deyir, bu necə ola bilər ki, Həzrəti Nuhun tufanı bütün dünyanı tutsun? Amma maraqlısı buradadır ki, bizim öz alimlərimizdən də var ki, onlar məxsusən Əllamə Təbatəbai Əl-Mizan kitabının sahibi, o özü də qeyd edir ki, Quran-ı Kərimin bəzi ayələrinin zahirindən bu əldə olunur ki, bəli, Quran-ı dünyəvi olub. Yəni, bütün dünyanı fəth eləyib. Mən yeri gəlmişkən o alimlərdən bəzilə mən qeyd elədim. Məsələn, izləyicilər üçün ola bilsin maraqlı olan. Məsələn, hətta bizim İbn Kəsir, Məkarim Şirazi, Əllamə Təbatəbai, Sanavan dəftərxanasından, yəni nümayəndələrindən, onlar hamısı bu məsələni, sizin dediyiniz məsələni qəbul edirlər. Quran dünyəvi olmağı. Dünyəvi olmağı. İndi belə bir məsələ ortalığa gələ bilər. Mən hətta bir dəfə bu məsələ haqqında bizim söhbətimiz olanda mən yoldaşlara da sual vermişdim. İstərdim sizin də fikrinizi biləm. Bəlkə möcüzə olub. Yəni Allah üçün doğrudan bu çətin bir şeydir ki, bütün dünyaya bu belə suyu göndərsin və bütün dünyanı qərq eləsin ki, hidayət olanlardan başqa, o gəmiyə minənlərdən başqa. Və yenidən də ki, siz deyirsiniz ki, bu belə su hara getdi, yenə o Allah onu haradan gətirmişsə, həmən yerə də göndərə bilər. Bir söz Ağa Seyid, biz müsəlmanların İslamda zəif nöqtələrimizdən də biri burasındadır ki, bir şeyə cavab tapmayanda, məsələn, dini məsələlərdə dərhal onu atırıb ilahi möcüzənin boyuna, bu möcüzə ola bilər və bir çox xurafatların da yaranmaqlığının ən elə səbəbi elə möcüzə deyə, məsələn, dinin içərisində daxil eləmişik. Amma möcüzə ayrı bir anlayışdır. Möcüzə o yerdə Allah möcüzəsini göstərir ki, birinci ona tələbat olsun. Birinci ona ehtiyac olsun. Və yaxud o möcüzənin əsəri, zahiri əsərin qoymalıdır. Məsələn, biz baxsaq, Peyğəmbərlər hansı zamanda ilahi möcüzəni göstəriblər? O möcüzəni, məsələn, İsa Peyğəmbərin dövründə İsa Peyğəmbər körlərin gözünü açardı. O zamanki tələb bu idi ki, insanlarda, məsələn, İsa Peyğəmbər körlərin gözünü açmaqlıq böyük bir iş idi. Məsələn, yəni Həzrəti İsa əleyhissalam elə bir cəmiyyətdə gəlib peyğəmbərliyə yetişmişdi ki, orada tibb elmi inkişaf eləmişdi. Təbii ki, Həzrəti İsa əleyhissalam gəldi, o tibbin fövqündə bir iş gördü ki, onun adı oldu möcüzə. Həzrəti Musa əleyhissalam elə bir dövrdə peyğəmbərliyə seçilmişdi ki, seyr cadu inkişaf eləmişdi. Orada gəlib elə bir möcüzə göstərdi ki, əsasın yerə atmaqla ki, əcdaha oldu. Bizim İslam Peyğəmbəri, Quran-ı Kərimdə məsələn, Peyğəmbərin dövründə baxın, ilahi möcüzə, ən böyük möcüzə Quran-ı Kərimdir. Niyə Quran? Çünki Peyğəmbərin dövründə hamı hər gün öz yazdıqları əsərləri çox geniş yayılmışdı. Hamı gəlirdi Kəbənin ətrafına baxırdı, bu günləri nə əsər, yeni bir əsər yazılıb, bir qəzəl, bir şeir, biz baxaq ləzzət alaq. Hamı bununla bəhs edirdilər. Belə bir dövrdə şeirə, qəzələ dəyər verilən bir vaxtında Allah Teala öz əsərini qoydu meydana Peyğəmbərin simasında, Peyğəmbərin vasitəsilə əsər budur. Bəli. Quran-ı Kərimin. Məsələn, biz verilişlərimizin əvvəlində də hacı demişdik, bütün peyğəmbərlərin möcüzəsi özləri ilə dünyasını dəyişib, amma yeganə möcüzə peyğəmbərin möcüzəsidir ki, yalnız Quran ki, o möcüzə hələ də yaşayır.
məsələ budur, bəli. Möcüzə nə deməkdir? Möcüzə odur ki, adi insanların bacara bilmədiyi bir şeylər. Biz fikrinizdə varsa, tələbə olduğumuz vaxtlar biz oxuyurduq ki, hətta möcüzəni biz təhlil eləyəndə deyirdik ki, bəzi insanlar bəzi şeylərə o yoga vasitəsilə, mürtazlıq vasitəsilə gecələr qəbirdə yatmaqla, nə ilənsə nail ola bilirlər. Amma möcüzə elə bir şeydir ki, ona heç bir şeylə əl tapmaq mümkün deyil. Həzrəti İsa'nın körlərin gözünün açması ki, ləqəbi Məsih idi, ölüləri diriltməsi, Həzrəti Musa'nın əsasının əjdaha olması ki, yəni bu cür misallarımız çoxdur. Və bizim peyğəmbərimizin möcüzəsi ki, canlı möcüzə Qurani-Kərimdir və başqa təbii ki, möcüzələr olublar. Möcüzə o zamandır ki, o möcüzəyə ehtiyac olsun. Sən o möcüzəni göstərməklə kimlərsə hidayət olsun, kimlərsə doğru yola gələcək. Həzrəti Nuhun möcüzəsi, insanları siz təsəvvür edin ki, yer kürrəsində ki, bəzi alimlərin nəzəri odur ki, bəli, Nuhun dövründə yaşayan insanlar elə bir dənə Nuhun qövmünə aid idi. Çünki Həzrəti Nuh peyğəmbərlə Adəm peyğəmbərinin arasında elə də çox məsafə olmayıb ki, insanlar o qədər çoxala bilərlər. Bəli. Aydındır. Yəni onlar xüsusi bir yerdə yaşayıblar, bəzi nəzər. Ən çox qəbul olunmuş nəzər budur ki, belə deyək, onlar xüsusi bir yerdə yaşayıblar, qövmdə elə onlar olublar, onlar orada yaşayıblar və tufan da gəlib onları qərq eləyib. Məsələ buradadır. Nuh əleyhissalam hidayət olunanları mindirib gəmiyə, yerdə qalanlar boğulmalı olan insanlardır. Bəli. Elə indi sözümüz buradadır. Bu boğulanlar ki, boğuldular, öldülər. Kimlər hidayət olacaq? Onsuz hidayət olanlar gəmidədir. Deməli möcüzəyə ehtiyac yoxdur. Ehtiyac olmadığı üçün biz burada möcüzə və o qədər suyun olmasını təsəvvür eləməyimiz də doğru olmaz. Burada bir ilahi ədalət söhbəti də var axı. Bəli. Təsəvvürün Allah Taala bir dənə Nuhun dövründə o qovuma görə bütün dünyanı suyun içərisində qərq eləyir. Bu belə də dünya inkişaf eləməmişdi ki, dünyanın o başında yaşayanlara Həzrəti Nuh xəbər göndərdi. Axı bunun mənası nədir? Məntiqli bir mənası da yoxdur axı. Bəli, Quran deyirsə mən məhv elədim, onların bir dərin bir mənası var. Onun bir mənası var. İnşallah onlara işarə eləyər. Bəli. Məsələnin bu tərəfi qeyd etmək lazımdır ki, Həzrəti Nuh peyğəmbər əleyhissalamın tufanının olması 100%'lik məsələdir. Yəni belə bir hadisə olub, heç kəs bunu inkar eləyə bilməz. Bizim ən böyük dəlilimiz Qurani-Kərimin ayəsidir. Çünki onu Quran təsdiq eləyir. Quran təsdiq eləyir və Quran gəlib o ayələr nazil etdiyi zaman ayələr nazil olduğu zaman insanlar o hadisədən heç xəbərləri yox idi. O belə nağıl kimi bildikləri var idi. Quran gəldi, onları hamısını belə deyək, dənə-dənə açıqlamasını verdi. Hud surəsinin 49-cu ayəsində uca yaradanımız belə buyurur: "Və tilkə min ənba'il geyb nuhiha ileyk." Bu bir hadisədir ki, qeybin xəbərlərindəndir. Yəni bundan heç kəsin xəbəri yoxdur. Biz onu sənə bəli vəhy elədik. Ma kunta ta'lamuha ant və la qavmuk. Bunu heç nə sən bilirdin ki, bəşəriyyətin ən üstünü peyğəmbərimiz. Bunu heç nə sən bilirdin, nə də qövmün. Deməli burada ayədən belə bir nəticə Allah bu sözü ki deyir, yəni nə sən, nə səndən qovmun xəbəri bu barədə yox idi. Ortada da bir para xəbərlər var. Bir para yazılılar var, tarixi sözlər var. Düzdür? Demək, bunlar nə olub? Allah bu deyilən sözləri hamısını inkar eləyib. İnkar ilə qəbul edir. Bəli. Yəni əsli məsələ budur ki, bu hadisə olub, amma bunun bir həqiqəti var. Bir həqiqəti var, bəli. Həqiqəti indi budur ki, bu bütün yer kürrəsini tutub, bütün yer kürrəsini əhatə edib. Bunun haqqındakı biz dedik ki, yəni səbəbli nəticə belə deyək, sübutlar var. Bəzi Əllamə Təbatabai ağa deyir ki, Qurani-Kərimin zahiri ayələrindən biz oxuyub bunu belə əldə edirik ki, onu inşallah bir açıqlama verərik inşallah ki, ayələrin zahirindən nə əldə olunur və bu ayələrin zahirindən bu əldə olunan nəticələr görəsən doğrudurmu ya yox və yaxud bəzi keçmişin qalıqları ki, dağların qüllələrində, bəzi dağların qüllələrində balıq qulağı tapılır ki, o dənizin altında olan şeydir ki, dağın başında tapılır və yaxud daşlanmış balıqlar tapılıb və bir də bu suyun bütün dünyanı tutmasına olan dəlillərdən biri də budur ki, əgər su bütün dünyanı tutmamışdısa, nə üçün Allah əmr edir ki, heyvanlardan cüt-cüt
o gəmiyə mindir. Deməli biz bu həmən bu işarələri, həmən bu Qurani-Kərimin zahiri ayələrin, bu keçmişin qalıqların ortalığa toplayanda bu nəticəyə gəlirik ki, deməli Həzrəti Nuhun tufanı bütün dünyanı tutub. Yəni bu ələyələn budur. Biz əgər istəyirsə sübut eləyək ki, yox, bunlar ələyəlmir, onun üçün gərək neyiniyək? Ortalığa dəlil təqdim edək. Ortada ən böyük dəlil, məntiqi dəlil olaraq siz dediniz ki, o dağların ətəklərində, o qələlərin arasında olan o balıq və balıq məhsullarının, dəniz məhsullarının əsərlərinin olmaqlığıdır. Məsələn, ona cavab olaraq bunlar həmən bu sizin dediyiniz, bunlar zahiri dəlillərdir. Yəni belə deyək də, elmi cəhətdən ortalığa qoyulub. Arxeoloji qazıntılar bunu göstərir ki, dağın başında deməli ora bir su gedib çatıb. Bəli. O hətta su gedib çatıb ki, orada bu yaranır. Hökmən o dağın qülləsi suyun altında qala ki, orada. Amma buna bir elmi cavab verirlər. Məsələn, yazırlar ki, dəniz canlılarının bəzi dağların arasında olmağı qısa müddətdə tufana səbəb ola bilməz. Yəni tufan nəticəsində ola bilməz ki, dağın başında balıq qulağı yaransın. Bəli, bunun başqa bir səbəbləri də var. Bəlkə böyük ehtimalla bunlar dənizin və ya sahilin bir hissəsi olmuşdular. Lakin geoloji dəyişikliklər və yer üzərindəki təkanlar, zəlzələ və digər hadisələr nəticəsində yerin quruluşunun dəyişməsi və müxtəlif yerlərə doğru hərəkət etməsi ilə nəticələnmiş və sonucu da olar. Yəni belə nəticə olunur ki, həmən o dağın başı ki var. Bir zamanlar ki, bizim yəni zamanımızdan çox öncələr. Bəli, ki, bunlar dənizin sahili olublar. Geoloji dəyişikliklər nəticəsində zəlzələ olub, tufan olub ki, həmən bu sahil gedib olub dağ, o dağın zirvəsi gəlib olub sahil. Ki, ola bilər burada olan şeylər gedib ora çatıb. Yəni bunu bu günləri alimlər də sübut edirlər. Günümüzdə də var. Bu günləri palçıq vulkanları var. Bəli. Dağların çoxsunu yaranmağı nəyin nəticəsində yaranır? Vulkanların nəticəsində zəlzələlər. Bu vulkanlar odlu vulkanlar da var, palçıq, soyuq vulkanlar da var. Vulkan yerin altında olan su ilə özü ilə birgə nə var, hamısını tullayır, yayır ətrafa. Bundan yarana bilməzmi? Yaranar. Quru yerdədir, balıq qulağı, bir zaman su olmuş yer, altında olanların hamısı səpələdi, atdı dağın ətəyinə. Mümkündür də. Deməli, Hacı, biz bu nəticəyə gəldik ki, o bir cavab ki, dağların zirvəsində tapılmış dənizə aid olan şeylər, bunlar bu geoloji dəyişikliklər nəticəsində də ola bilər. Amma yerdə qaldı iki sual. O iki suala da inşallah növbəti verilişimizdə Uca Allahdan istəyirik ki, Allah bizi din, Quran və Əhl-i-Beyt yolunda müvəffəq eləsin. Allah amanında gələn verilişlərədək.